Mən isə bugün məşhurlarımızın pişiklərini göstərəcəm. Bəli, pişiklərini. Özümə burada balaca bir siyahı da düzüb qoşmuşam. Başlayaq. Brilliant Dadaşovanın pişiyi. Miau 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 miau. Miau 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 miau. Cavan Zeynallı'nın pişiyi. Adam miau 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 miau. Adam miau miau miau. Adam krasavçik miau. Ali Mirəliyevin pişiyi. Miau 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 miau. Ben sana miau. Məşhur teleaparacı Mir Şahinin pişiyi. Miau. Miau 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 miau. Miau miau miau. Tendência miau. Aparıcı Tolik'in pişiyi. Hələ heç nə deməmişəm. Sizə görə təzədən başlamalıyam. Aparıcı Tolik'in pişiyi. No! Oh, no! No, 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 no! Azərbaycan Dövlət Televiziyasının həm rəhbəri, həm xəbərlərin aparıcısı Rövşən Raqifoğlu'nun pişiyi. No. No 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 no. No 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 no. Bütün dünyada no. Niyaməddin Musayevin pişiyi. No 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 no. No 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 no. Hə, Hacı Nuranın pişiyi. Hələ heç də deməmişəm, səbirli olun. Hacı Nuranın pişiyi yoxdur, ölür. Hə, keçək indi ağır artilleriya, bizim siyasətçilərə. Düzdür, bir çoxları artıq vəzifədə yoxdur. Amma onlar həmişə bizim qəlbimizdədir. Onlara çox böyük hörmətlə yanaşırıq. Sabiq Xarici İşlər Naziri Elmar Məmmədiyarovun pişiyi. Ne? Ne? Azalın sabiq rəhbəri Cahangir Əskərovun pişiyi. Yamu. Muya. Mayuya. Mayuya. Rövnək Abdullayevin pişiyi. Abəməl. Mikhail Cabbarovun pişiyi. Miau. Və nəhayət, ən sevdiyim pişik. Sizcə kimdə ən sevdiyim pişik? Ha? Var variantda. Bakı şəhəri icra hakimiyyətinin sabiq başçısı, çox hörmətli Hacı Bala Abutalıbovun pişiyi.